pensiya, təqaüd, sosial müavinət, kompensasiya, ümumilikdə Dövlət Sosial Müdafiə Fondundan sosial ödəniş alan hər bir kəs diqqətlə dediklərimi dinləsin, qeyd etsin deyəcəklərimi. Çünki bu çıxış sırf sizə aid olacaq. Dövlət Sosial Müdafiə Fondunun təşəbbüsü ilə 2023-cü ilin oktyabr ayından Respublikamızda sosial tərəfdaş sosial layihəsi artıq fəaliyyətə başladı. Bu nədir? Qeyd etdiyim bu həssas qrupa aid olan insanlar, hansı ki sosial ödəniş alırlar, bura aid yaşlılar, əlilliyə görə pensiya alanlar, təqaüdçülər, müharibə iştirakçıları, şəhid ailələri, kompensasiya alanlar, ailə başçısı itirdiyinə görə müavinət alanlar, ünvanlı dövlət sosial yardım alanlar və s. Yəni hamısı, bütün sosial ödəniş alan hər kəs üçün xüsusi seçilmiş marketlər, apteklər, klinikalar və digər müəssisələrdə, bura restoranlar, geyim mağazaları və s. də aiddir, endirimlər və güzəştlərdən yararlana bilirlər, xidmətlərdən faydalandıqları zaman. Bu zamana kimi, belə deyək, bu ilə kimi bu endirimlər pensiya kartı ilə, təqaüd kartı ilə ödəniş edildiyi zaman avtomatik şəkildə həyata keçirilirdi. 1500-ə yaxın tərəfdaş müəssisə var ölkə üzrə və bu müəssisələrlə təbii ki, bizim sosialtərəfdaş.az saytımız var. Xahiş edirəm ki, hər kəs qeyd eləsin və həmin sayta daxil olaraq onların siyasını tanış ola bilərsiniz ki, harada bu endirimlər keçərlidir. Və bu ildən isə biz yeni bir sistem irəli sürdük. Bu e-sosial mobil tətbiqi üzərindən həyata keçirilir. Yəni, xüsusi seçilmiş supermarketlər şəbəkələrində, apteklər şəbəkələrində, hansı ki, ölkəmizin hər yerində bu apteklər, marketlər və fəaliyyət göstərir, onların filialları var və xüsusi klinikalarda, onların da siyahısı saytımızda qeyd olunub, sosialtərəfdaş.az saytında. E-sosial, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi mobil tətbiqidir. Onu telefonunuza yüklüyürsünüz. Hansı ki, digər mobil tətbiqləri, oyunları və s. telefona yüklüyürsünüz. Play Marketdən və s. Yüklüyüb qeydiyyatdan keçdikdə şəxsiyyət vəsiqəsindəki məlumatlarla və ya sima imza ilə asanlıqla qeydiyyatdan keçmək mümkündür. Orada sırf bu sosial ödəniş alan insanlar üçün xüsusi endirim barkodu aktivləşir. Endirim barkodu nədir? Ağ-qara ştrixlənmiş bir koddur. Məlumatı olmayanlar üçün. Həmin barkodu bu seçilmiş apteklərdə, marketlərdə, klinikalarda ödəniş etməzdən öncə kassada təqdim edirlər. O oxunur barkod və endirim dərhal tətbiq olunur. Ondan sonra artıq ödənişi istər nəğd şəkildə eləyə bilirlər, istər digər bank kartları ilə edə bilirlər, istərsə də pensiya kartı ilə də etmək mümkündür. Yəni bunun üstünlüyü yəni bu ödəniş etmədən öncə barkod oxunulmalıdır. Çünki belə bir üstünlüyü var. Əvvəl necə idi? Yəni digər müəssisələrdə belədir ki, pensiya kartı ilə ödəniş olunanda gərək pensiya kartında siz pulunuzu saxlayasınız ki, o ödənişi eləyəndə sizə endirim olunsun. Amma e-sosial tətbiqi ilə endirim almağın üstünlüyü ondan ibarətdir ki, artıq endirim sizə tətbiq olunur. Ondan sonra ödənişi, məsələn, pensiya kartınızda pul qalmayıb, tutaq ki, çıxartmışız. Başqa bir kartdan da eləyə bilərsiniz. Başqa kartdan da ödəniş eləyə bilərsiniz. Nəğd şəkildə də bu ödənişi həyata keçirə bilirsiniz. Siz danışdıqca mənim beynimdə belə bir fikir formalaşırdı ki, bəs bu rahat idi da, pensiya kartını adam aparır, ödəyir və rahatlıqla endirimini alır və avtomatik olaraq endirim onun kartına geri qayıdır da. Belə bir sistem idi. Və indi başa düşdüm ki, barkodu oxutdurduqdan sonra pensiya kartında pul yoxsa, başqa bir kartın varsa, onunla da ödəyə bilərsən, o endirim yenə sənin üçün tətbiq edilir. Bəli. Bir üstünlüyü də ondan ibarətdir ki, əvvəl pensiya kartı ilə ödəniş olunanda standart müəyyən faiz, belə deyək də, endirim faizi irəli sürür həmin müəssisə, yalnız o tətbiq oluna bilirdi. Yəni bu endirim faizi bir qədər aşağı olurdu. Çünki bütün xidmətlərə və bütün məhsullara şamil olunurdu həmin endirim faizi. Çünki pensiya kartına ödəniş eləyəndə artıq avtomatik hər şeyə şamil olunurdu bu endirim. Amma e-sosial barkodu ilə barkod oxunanda hər məhsula ayrı-ayrı endirim tətbiq etmək mümkün olduğuna görə artıq bəzi məhsullara daha yüksək endirim vermək olur, bəzi xidmətlərə daha artıq endirim vermək olduğuna görə bunun da belə bir üstünlüyü var. Ümumiyyətlə bu faiz nə qədərdir təxminən? 15, 40 faizə kimi endirimlər mövcuddur. Bu mağazalara görə dəyişir yoxsa? Bəli. Yəni bu endirimləri müəssisələr özləri təklif edirlər və marketlərdə 2-5% aralığındadır. Apteklərdə 5, 10, 15, 20%-ə kimi var. Klinikalarda da 5%-dən 40%-ə kimi endirim tətbiq edən klinikalar mövcuddur. Yəni bəs bu bütün Azərbaycana şamil edilir yoxsa təkcə Bakıya aiddir? Bəli, bütün respublikanı əhatə eləyir. Dediyimiz kimi, yəni Gəncəyə getsə saytımızda onlar hamısı
hamısı qeyd olunub. Yəni Gəncədəki müəssisələrin də siyahısı orada var, Lənkərandakı müəssisələrin siyahısı da var, Qubadakı müəssisələrin siyahısı da var. Bəzən sadəcə belə bir qarışıqlıq, çaşqınlıq yaranır təqaüdçülərimizdə. Onlar məsələn elə həyətə düşürlər, məhəllələrindəki hər hansı bir mağazaya daxil olurlar və yaxud da aptekə daxil olurlar, endirim tələb edirlər və orada bunun keçərli olmadığını deyirlər. Elə düşünürlər ki, bu hələ ki heç yerdə aktiv deyil. Bəli. Amma ki aktivdir. Sadəcə o siyahı ilə tanış olmaq lazımdır. Bəli. Bu siyahı da saytımızda qeyd olunub. Bir daha xatırladım. Sosial Gedir tərəfdaş efirdə, nə hal-hazırda. .az saytına daxil ola bilərsiniz və ya bizim əlaqə nömrəmizlə əlaqə saxlasalar biz onlara onu göndərə bilərik. Nömrə də gedir, sayt da efirdədir hal-hazırda. Fariz, bəs məsələn deyək ki, yaşlı insan da gedə bilmir, 50 olan insan da gedə bilmir. Öz barkodundan kiməsə verib istifadə elətdirə bilərmi? Yəni bu mümkündürmü yoxsa? Aha, biz təbii ki bu problemləri də düşünmüşük öncədən ki, dediyiniz kimi çox yaşlıdır, özü gedə bilmir alış-verişə və yaxud da ki fiziki məhdudiyyəti var, buna imkan vermir ki, o getsin özü alış-verişini eləsin. Bu zaman həmin insanların birinci dərəcəli ailə üzvləri həmin insanların adından belə deyək də öz telefonlarına yükləyərək e-sosialı qeydiyyatdan keçərək onlar yanlarında olmalı. Təbii ki orada çünki üz və sair təsdiqi var və həmin barkodla endirimlərdən yararlana bilərlər. Çünki o birinci dərəcəli ailə üzvləri zaten elə o insanlar üçün bu alış-veriş edirlər. Bəli. Belə bir üstünlük var. Çox təşəkkür eləyirəm. Çox gözəl bir tətbiqdir və inanıram ki, hər kəs məhz sosial müavinət alan, hər kəs bu tətbiqi yükləyəcək və çox böyük imkanlar yaradacaq. 40%-dəki endirim nə deməkdir? Yəni siz təsəvvür eləyin, 100 manatlıq bir şey alırsınızsa, ən azı 60 manat ödəmiş olursunuz. Elə deyilmi? Yəni belə böyük bir faiz eləyir də. Yəni Təşəkkür edirəm. Hər kəs dəvət edirik ki, yararlansınlar. Çünki bu layihə məhz sizin üçün nəzərdə tutulub, əziz təqaüdçülər, pensiyaçılar.